Ləvəngi kotletin sobada hazırlanması. Toyuğun sinə ətə və soğanı ət maşınından keçirdikdən sonra üzərinə duz, istiot və yağ əlavə edib yoğururam. Hər biri 85 qram olmaqla 10 ədəd yumru top hazırlayıb 3 saat soyuducuda saxlayıram. Yuyub qurutduğum qoz ləpəsə və qırmızı soğanı ayrı-ayrılıqda çəkirəm. Ləpənin üzərinə duz, istiot, turşu və acısını sıxdığım soğanı əlavə edib qarışdırıram. 10 ədəd 35 qramlıq top hazırlayıram. Əvvəlcə əti əlimlə yayıb, içli yerləşdirib bükürəm. Üzərini isə suxarı ilə örtüb, yağlı formaya yığıram. Kotletləri öncədən isidilmiş 250 dərəcəlik sobada təxminən 30-35 dəqiqə bişirirəm. Çox ləzzətli olur.